Xeyir olsun dəyərli izləyicilər, yenə də qarşınızdayıq. Baxda YouTube kanalında gündəmə Baxda verilişində sizin qarşınızdayıq. İlk dəqiqələrdən hər birinizdən xahiş edirəm ki, yayımımızı bir dəfə bəyənin, kanalımıza abunə olmamısınızsa abunə olmağı da yaddan çıxarmayın. Dünyadan və Azərbaycandan danışacağıq. Studiyamızın qonağı politoloq Zaur İbrahimlidir. Zaur bəy, xoş gəlmişsiniz, xoş gördük sizi. Zaur bəy, ötən gün Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev İrəvana səfər etdi və eyni zamanda onun başçılıq etdiyi nümayəndə heyəti və çox təbiidir ki, İrəvanda təhlükəsizlik tədbirləri daha da gücləndirildi. Ümumiyyətlə, necə qiymətləndirirsiniz Azərbaycan və Ermənistan arasında artıq daha sıx münasibətlərin həyata keçirilməsi? Sülh müqaviləsinə daha çox mu bizi yaxınlaşdırır və ümumiyyətlə o görüşlə bağlı nələr deyə bilərsiniz? İlk növbədə Şahin Mustafayevin səfərini təhlil eləyək. Bu ilk növbədə sərhədlərin delimitasiya və demarkasiyası ilə əlaqədardır. Məlumat verim ki, hal-hazırda Azərbaycan və Ermənistan arasında şərti dövlət sərhədinin 12,5 kilometri delimitasiya və demarkasiya olunub. Yəni artıq orada sərhəd dirəkləri quraşdırıb və sərhəd infrastrukturu formalaşıb. Və bu 12,5 kilometr əslində bizi sülh müqaviləsinə aparan ilk addım oldu. Yəni ilk dəfə sərhəd təhlükəsizliyi, delimitasiya və demarkasiya üzrə komissiyanın reqlamentləri təsdiqləndi və həmin komissiyanın işi nəticəsində artıq 12,5 kilometr artıq bizim müəyyənləşmiş dövlət sərhədimiz var Ermənistanla. Yəni həmin 12,5 kilometr artıq şərti dövlət sərhəddi deyil. Yəni dövlət sərhəddidir. Ondan sonraki danışıqlarda qərar aldı ki, Gürcüstan sərhədindən etibarən üzü cənuba doğru, yəni şimal-cənub istiqamətində delimitasiya və demarkasiya məsələləri yenə öz həllini tapsın, bu istiqamət iş getsin. Çox böyük ehtimalla qeyd edə bilərik ki, artıq ekspertlər razılaşıblar və indi artıq rəhbərlər səviyyəsində bu məsələ müzakirə olunur. Çox böyük ehtimalla yaxın vaxtlarda yenidən elan oluna bilər ki, yenə sərhədin müəyyən hissələrində delimitasiya və demarkasiya işi başa çatacaq. Yəni yeni o 12,5 kilometrlik dövlət sərhədimiz artıq daha da uzana bilər. Yəni sərhəd dirəkləri quraşdırılacaq, orada sərhəd infrastrukturu yaradılacaq. Bu olduqca vacib məsələdir. Çünki sərhədlərin delimitasiya və demarkasiyası həm də mübahisələri azaldır. Bu həm də Paşinyanın real Ermənistan konsepsiyasına cavab verir. Yəni sərhədləri bəlli olmuş Ermənistan konsepsiyasına cavab verir. Bu bizim üçün olduqca strateji əhəmiyyətə malik. Yəni beynəlxalq birlik tərəfindən tanınmış və beynəlxalq normalara uyğun qaydasında ölkələrimiz arasında sərhədlər müəyyənləşəndə artıq burada mübahisə və hərbi konfliktlər üçündə zəminlər azalır. Yəni sabah artıq heç bir ölkə bu sərhədləri, yine Azərbaycan, Ermənistan bu artıq delimitasiya və demarkasiya olmuş sərhədləri mübahisələndirə bilməyəcək. Bu olduqca vacib məsələdir. Bu bir aspekt. İkinci aspekt nəqliyyat logistika məsələləri ilə bağlıdır. Bildiyiniz kimi hazırda Qars və Gümrü dəmir yolunun bərpası üzrə danışıqlar başlayıb Ermənistanla Türkiyə arasında və bildiyimiz kimi də Qars-Naxçıvan dəmir yolu çəkilir. Və biz baxırıq ki, Türkiyənin Qars şəhəri artıq həm Zəngəzur dəhlizinin getdiyi ünvandır, yəni Türkiyə tərəfindən getdiyi ünvandır və eyni zamanda Ermənistan tərəfindən də gələn dəmir yolunun getdiyi ünvandır və Azərbaycanla Ermənistan gələn dəmir yolları Qars şəhərində birləşəcək. Qars şəhəri sanki Cənub Qafqazın Gürcüstan xaric, ətraf aləmlə əlaqəsini təmin edən bir haba çevrilir, logistik mərkəzə çevrilir. Bu olsa mühüm məsələdir. Bu həm də ən vacib cəhət nədən ibarət? Ermənistanın Rusiyadan kənar ətraf aləmlə əlaqəsi üçün artıq ikinci bir kanal açılır, kommunikasiya açılır. Bu olduqca vacib məsələ. Çünki əgər biz Rusiyanın Ermənistana artan təzyiqlərini görürük, artıq müəyyən iqtisadi sanksiyalar da qoyuldu. Məsələn, Cermik suyuna artıq mineral suyuna Rusiya tərəfindən müəyyən məhdudiyyətlər tətbiq olundu. Güman etmək olar ki, ilk xəbərdarlıqdır. İyunun 7-sində Ermənistanda növbəti parlament seçkiləri keçəcək. O ərəfədə və güman edirəm ki, ondan sonra Rusiyanın iqtisadi sanksiyaları artacaq. Bu zaman Ermənistan üçün ətraf dünyaya yeganə çıxış və Rusiyadan asılılığı azaltmaq üçün iki əsas yol var da. Bunun Türkiyə üzərindən keçən hissəsi Azərbaycan və Türkiyədən və o cümlədən həm də Gürcüstandan. Lakin burada əsas məsələ odur ki, regionun ən böyük ölkəsi və Ermənistan üçün ən böyük iqtisadi partnyor doğrudan da Türkiyədir. Azərbaycanla tam mənasında iqtisadi münasibətlərini bərpası ilə uzun müddət aparacaq. Gürcüstanın o potensialı yoxdur. Yəni hal-hazırda ən güclü tərəfdaş kimi həm iqtisadi, həm maliyyə sistemi ilə, həm investisiya potensialı Türkiyə çıxış edir. Bu da olsa mühümdür və bütün bunlar hamısı Azərbaycanla senkronlaşdırılmış şəkildə həyata keçirilir. Və çox böyük ehtimalla, yəni ehtimal eləyərdim ki, Zəngəzur dəhlizində açılmış praktik işlər məhz Gümrük Qars dəmir yolundan paralel aparılır. Yəni Azərbaycan o şərtlə
Cümrük qarşı yolunun açılmasına razılıq verib ki, əlbəttə bu Türkiyənin hüququdur, lakin bilirik ki, biz addımlarımızı birgə atırıq. O şərtlə razılıq verilib ki, Azərbaycan tərəfdən məhz Zəngəzur dəhlizinin açılması istiqamətində də praktik addımlar atılsın. Azərbaycan öz tərəfindən Ağbəndəyə qədər artıq dəmir yolunun 95%-ni, avtomobil yolunun 70%-ni hazır edib. Yəni bizim tərəfdən Zəngəzur dəhlizi artıq yekunlaşdırmaq üzrədir. Avtomobil və dəmir yolları. Ermənistan tərəfindən isə artıq bu istiqamətdə praktik addımlar atılmalıdır. Bu məsələnin digər tərəfi. Digər ən vacib məsələlərdən biri də qarşılıqlı ticarətdir. Hal-hazırda Azərbaycan üçüncü ölkələrdən Ermənistana gedən taxıl məhsulları, indi isə məlum oldu ki, mineral gübrələr keçməyə öz ərazimizə icazə vermişik. Yəni Qazaxıstandan və Rusiyadan gələn yüklər Azərbaycan ərazisindən keçərək Ermənistanda gedir. Və eyni zamanda biz özümüz də Ermənistana yanacaq ixrac edirik və indi güman etmək olar ki, Ermənistandan da Azərbaycan ixrac olacaq. Yəni artıq o gün belə informasiya yayılmışdı artıq, bəli ki, oradan da ixrac edəcəyik biz. Çünki Ermənistan tərəfi artıq Azərbaycana ixrac edə biləcək mal nomenklaturasını verib. Yəni mal nomenklaturasında malların siyahısı və onun göstəriciləri nələr verə bilər. Və ilk olaraq alüminium folqası adı çəkilir. Yəni Ermənistanın mədən sənayesi məhsulları istisna deyil ki, Azərbaycana ixrac oluna bilər. Bu da olduqca vacibdir. Çünki ticarət olduqca mühümdür. Əgər bax diplomatiya danışıqlar bir yerdə bitəcək, sənədlər imzalanacaq, münasibətlərin normallaşıb bəyan olunacaq. Lakin iki tərəfli münasibətlərin normallaşması prosesi getməlidir. Yəni bu yalnız sənəd imzalamaqla bitən məsələ deyil. Bunun da ən ideal yolu, ən optimal yolu ticarətdir, iqtisadiyyatdır. O baxımdan Ermənistandan da Azərbaycana bu cür malların ixracı olduqca vacibdir və bu əslində münasibətlərimizdə siz qeyd elədiniz, bizi sülhə yaxınlaşdıran ən mühüm addımlardan biridir. Bizim üçün müəyyən test oldu. Azərbaycandan gedən yanacağın Ermənistanda yanacaq doldurulma stansiyalarına çatdırılması, təmin edilməsi və əhaliyə satışı ilə bağlı müəyyən millətçi dairələr Ermənistanda bir səs-küy yaratmağa çalışırlar. Lakin biz görürük ki, əhali bunu çox sakit qarşılayır. Bizim üçün də bu vacibdir. Bizim üçün bir qrup millətçilərin və daşnaqların fikrini dəyişmək yox, onlar fikrini dəyişən deyil, onlar doğrudan da xəstədirlər. Bizim üçün əhalinin rəyi də vacibdir və əhalinin rəyi bu baxımda çox müsbət oldu. Və bu ilk rəy əslində həm də sərhədlərin delimitasiya və demarkasiyasına başlanmışdı. Və nəzərə alın 2024-cü ildə sərhədlər demarkasiya və delimitasiya demarkasiya olunanda Baqrat adlı keşiş böyük bir yürüyüş başlatdı Tavuşdan İrəvana. Lakin o yürüyüş elə bir effekt vermədi və onlar yalnız 15 minlik miting keçirməyə nail olurlar. Ondan sonra bu mitinglərin arası kəsildi. Yəni biz iki istiqamətdə Ermənistan cəmiyyətinin sakit reaksiyasını görürük. Sərhədlərin müəyyənləşməsində və Azərbaycan iqtisadi münasibətlərinin bərpasında. Bu olduqca mühüm məsələdir. Bu yalnız Azərbaycan və Ermənistan məsələsi deyil. Mən istəyirəm ki, oxucularımız geniş düşsün. Bu ümumilikdə bütün Cənub Qafqaz məsələsidir. Cənub Qafqazı cənab prezidentin sülh diplomatiyasının əsas məqsədi odur ki, biz yalnız Ermənistanla münasibətləri normallaşdırmırıq. Onsuz Azərbaycan hər potensialı böyükdür və hər hansı bir müdaxilədən çəkinmir. Yəni müdaxilə təhlükəsi görmür özünə. Yəni Azərbaycan indiki potensialından Ermənistan tərəfindən hər hansı bir müdaxilə gözləmək bu sadəlövhlük olar. Müəyyən bir təxribatlar ola bilər, amma yəni böyük mənasında ki, Azərbaycan müdaxilə gözləsin. Bu əlbəttə indiki halda sadəlövhlük olar. Lakin biz daha böyük düşünməyə məcburiyyətindəyik. Biz istəyirik ümumiyyətlə Cənub Qafqaz sülh və əməkdaşlıq məkanına çevrilsin. Yəni artıq konfliktlər məkanına çevrilməsin. Cənab prezidentin sülh diplomatiyasının əsas hədəfi, qarşıda olan strateji məhz bundan ibarət ki, Cənub Qafqaz əməkdaşlıq, ticarət, dinc, mehriban qonşuluq regionuna çevrilsin. Biz erməniləri sevməyə məcbur deyilik, ermənilər də bizi sevməyə məcbur deyilik. Biz keçmiş unutmayacağıq. Bunun da altın xüsusi qeyd edim ki, bundan da bağlı müxtəlif diskurslar var. Qətiyyən əsla və əsla nə erməni işğalının acı nəticələrini, nə faciələrini, nə Azərbaycan xalqına qarşı törədilən görünməyən soyqırımı unutmayacaq. Amma keçmişdə yaşamaq mümkün deyil, biz gələcəyə baxmalıyıq və biz mütləq dinc qonşuluq münasibətləri qurmalıyıq. Qeyd etdiyimiz kimi biz məcbur deyilik ki, ermənilərlə həmişə müharibə aparaq, erməni də məcbur deyil, Azərbaycanla həmişə müharibə aparsın. Biz Cənub Qafqaza bax bunu anlatmağa çalışırıq. Bu istiqamətdə də çox ciddi irəliləyiş gedir. Və söhbət yalnız iki ölkənin münasibətindən getmir. Biz əgər bütün Cənub Qafqazı sülh və əməkdaşlıq məkanına çevirsək, Azərbaycan-Gürcüstan əlaqələrini eyni ilə Azərbaycan-Ermənistan əlaqələrinə köçürə bilsə, yəni proyeksiya eləyə bilsə, eyni modellə yarada bilsə, necə böyük irəliləyiş əldə edəcək. Baxın biz
hal-hazırda təbii qaz ixracımızın 9-10%-ə yaxınını Gürcüstana veririk və eyni zamanda Gürcüstanın ikinci ən böyük investoru. Bundan bağlı məsələlərdə. Və Gürcüstan iqtisadiyyatında Gürcüstana qoyulan sərmayədə Azərbaycanın çox xüsusi rolu var. Və eyni zamanda Gürcüstan bizim qərbə açılan qapımızdır. Cənub Qafqazın doğrudan da Qara dəniz vasitəsilə Avropaya çıxan qapısıdır və biz görürsünüz, həm Gürcüstanı dəstəkləyirik, həm də öz nəqliyyat təhlükəsizliyimizi təmin edirik. Biz eyni qaydanla Ermənistana da yanaşa bilərik. Burada ən vacib məsələ bundan ibarət ki, ermənilər ötən ilin 90-cı illərdə elədiyi səhvləri təkrarlamasınlar. Ötən ilin 90-cı illərdə ermənilər daha doğru yol tutsaydılar, doğru yol tutsaydılar, bizim neft və qaz kəmərlərimizin Ermənistan üzərindən keçirdi və yaxud da ki, bir hissəsi Ermənistan üzərindən keçirdi və nəqliyyat logistika yolları da şaxələnmişdi və Ermənistan da artıq Cənub Qafqazda dalanda qalmamışdı. Yəni Azərbaycan və Ermənistanla iqtisadi cəhətdən Azərbaycan və Gürcüstan iqtisadi cəhətdən daha çox inteqrasiya etmişdi və bu cür asılı dövlət vəziyyətinə düşməmişdi. Cənub Qafqazda belə bir asıllıq var. Ölkələrin biri müəyyən qərarlar qəbul edir, digər ölkələr bundan təsirlənir. Və biz gərək eləyək ki, həm Azərbaycan, həm Gürcüstan, həm Ermənistan ümumi əməkdaşlıq və ümumi Qafqaz təhlükəsizliyi kontekstindən kənar addım atmasıdır. Atanda da biz buna bacardığımız qədər mane olmalıyıq, qarşısını almağa çalışmalıyıq. Bu istiqamətdə hal-hazırda Azərbaycanın sülh diplomatiyası çox uğurla irəliləyir və perspektivə baxsaq ki, nə baş verə bilər? Hazırda xüsusi bir fövqəladə force major olmasa, Paşinyanın sülh gündəliyi onun nüfuzunu artırıb. Paşinyan sülh barədə daha açıq danışanda onun reytinqi artmağa başlayır. Belə bir uyğunluq var və Azərbaycanla əlaqələr genişləndikcə Paşinyan da reytinqi yüksəlib. Güman etmək olar ki, xüsusi force major halları olmasa Paşinyanın komandası yenə qalib gələcək. Və güman etmək olar ki, tək başına hökumət qurmaq qədər səs toplayacaq. Qeyd etdiyimiz kimi qarşıda 2 ay var, ola bilsin ki, bu rəqəmlər dəstək. İndiki göstəricilər qalsa, Paşinyanın xeyrinə həll olacaq. Tamamilə doğrudur. Və bunun ardınca da sürətlə sülh müqaviləsinin imzalanması prosesi baş verər, amma ondan əvvəl Ermənistan konstitusiyası dəyişməlidir. Bu istiqamətdə artıq Paşinyan iqtidarı müəyyən layihələr hazırlayıb. Bir məsələni qeyd edeyim ki, bütün səylərə baxmayaraq Azərbaycan Ermənistan konstitusiyası dəyişmədən sülh müqaviləsi imzalamayacaq. Yada salaq ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ-ın vasitəsilə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi paraflanıb. Yəni paraflamaq o demək ki, onun mətnini artıq dəyişiklik etmək mümkün deyil. Onu yalnız imzalamaq olar. Ehtimal eləyək və ki, bu hansı vaxtda baş tuta bilər? Böyük ehtimalla iyunun 7-si Ermənistan seçkiləri baş tuta bilər və bu artıq 25 gün, 1 ay müddətində bu seçkilərin Konstitusiya Məhkəməsindən təsdiqlənməsi baş verə bilər. Və onun ardınca da yaxın 2 ayda Ermənistanda referendum keçirilə bilər və ilin sonunda artıq biz sülh müqaviləsini imzalaya bilərik. Burada çox vacib məsələ ki, Ermənistan cəmiyyətinin əslində indiki parlament seçkilərinə səs verilməsi elə bir test olacaq. Yəni bu səs vermə nəticələri həm də referendum nəticələrini görməyə imkan verəcək. Yəni Ermənistan cəmiyyəti də çox tarixi seçim qarşısındadır. Biz erməni həmkarlarımızla da müzakirələrimizdə qeyd edirik ki, siz doğrudan da çox çətin seçim qarşısındasınız. Çətin deməyək, tarixi bir seçim qarşısındasınız. Belə bir tarixi imkan var ki, siz Cənub Qafqazın taleyini dəyişə bilərsiniz. Azərbaycan öz növbəsində Cənub Qafqazın taleyini dəyişmək üçün əlindən gələn bütün addımları atıb. İşğala son qoydu, Ermənistanla sülh müqaviləsinə başladı, sülh gündəliyini irəlilətdi. Lakin artıq növbəti addımlar Ermənistandakı seçkilərdən asılıdır. Və ermənilərin əlində doğrudan da Cənub Qafqazın tarixini dəyişmək üçün və öz məsuliyyətindəki unikal bir şans var. İndi onu nə qədər dəyərləndirəcəklər? Bəli. Artıq bu erməni cəmiyyətinin məsuliyyətində qalacaq. Biz bunu dəfələrlə demişik. Cənab Prezident də bunu öz çıxışlarında dəfələrlə vurğulayıb, əlbəttə diplomatik yolda, diplomatik tərzdə bunları qeyd edib. Biz daha açıq danışa bilirik. Daha açıq danışa bilirik. Ermənilər bu tarixi imkandan yararlanmasalar, yenidən onlar Cənub Qafqazın dalanında qalacaqlar. Hazırda Ermənistanla razılaşdığı nəqliyyat logistika təşəbbüsləri, ticarət təşəbbüsləri olmasa da belə Azərbaycan öz strateji vəzifələrini yerinə yetirmək iqtidarındadır. Biz həm İran üzərindən,
həm də Gürcüstan üzərindən, İran üzərindən həm Naxçıvan və Türkiyə ilə əlaqə saxlayırıq. Araz dəhlizləri vasitəsilə biz zamanında bu məsələləri şaxələndirmək üçün addımlar atmışıq. Gürcüstan üzərindən də bizim dünya çıxışımız təmin olundu. Lakin burada uduzan tərəf Ermənistan olacaq. Yenə də əgər ermənilər doğrudan yəni rusların forpostu, köhnə silah anbarı olmaq istəyirsə, bizim artıq bundan sonra elə biləcəyimiz bir şey yoxdur. Bizim bundan sonra sərhədlərimizi dəqiqləşdirib, ordumuzu gücləndirib gözləməliyik. Bəli. Davam eləyəcəyik. Dəyərli izləyicilərimiz, bu dəqiqə üçün bizi izləyən tamaşaçılarımız, hər birinizdən xahiş edirəm, yayımızı bir dəfə bəyənin. Nə qədər çox bəyənmə olarsa, bir o qədər daha geniş auditoriya bizi izləyə bilər. Qısaca bir aradan sonra buradayıq. Davam edirik. Elə bu Ermənistanda seçkim məsələsindən danışmışkən Zaur bəy, Robert Köçəryanın bir ayağı qalıb Rusiyada. Moskvada daha dəqiq desək, yəqin ki, təlimatlarını alır. Orada prezidentdən və yaxud da ki, prezidentdən aşağı səviyyəli insanlardan. Bu dəqiqə üçün Nikol Paşinyan, hətta elə şeylər olur ki, Vladimir Putin qabağında həqiqətən də dirəniş göstərir. Bəziləri düzdür onu belə bəzən çox ciddiyə də almırlar baş nazir kimi, amma baxırsan ki, Vladimir Putinin dediklərinin əksinə gedə bilir Nikol Paşinyan. Və belə olanda da Nikol Paşinyan Putinin sözünə qulaq asmayanda da Putin maraqlı olur ki, artıq öz kadrını oraya yerləşdirsin. Putinin də kadrı anlaşılan qədər ki, burada Robert Köçəryandır və bir də ki deyir, bir də ki deyir bu Rusiya meyilli adamlar, nə bilim, Rusiya vətəndaşları da şərait yaradın, orada iştirak eləsinlər və yaxud da ki, Ermənistan vətəndaşı olub, əslən Rus olanlar filanlar, yəni belə bir təşəbbüslə də çıxış eləyir. Robert Köçəryanın ümumiyyətlə nə qədər tez-tez Rusiyaya getməsi seçkilərə təsir göstərə bilərmi, yoxsa ümumiyyətlə Köçəryanın seçilmə şansı varmı bu seçkilərdə? Qeyd eləyək ki, hal-hazırda Robert Köçəryan ətrafında 3 partiyadan ibarət blok formalaşıb və Robert Köçəryanın parlamentə düşməsi üçün o 8%, yəni həmin blokun nümayəndələrinin mandat alması üçün ən azı seçiciyə gələcək seçicilərin səslərinin 8%-ni almalıdır. İndiki proqnozlar göstərir ki, bəli, parlamentə düşəcəklər. Amma onlar burada əsas qeyd etmiş mübahisəli məqam odur ki, onlar hökumət formalaşdıracaq, hökumətin formalaşdırılmasına təsir edəcək qədər mandat ala biləcəklərmi? İndiki yəni bu indiki nəticələr göstərir ki, Robert Köçəryan bunu tək başına eləyə bilməyəcək. Burada Karapetyanın dəstəyi lazım olacaq və digər milyarder, erməni milyarderlərin Qaqik Çarukyanın dəstəyi lazım olacaq. Ermənistan cəmiyyəti üçün ən düşünürəm ki, ümdə vəzifə və ən böyük məsuliyyətli davranış olur ki, bu hər üç blokun, əgər erməni cəmiyyəti, erməni seçicilər və hər üç bloka Ermənistanda hökuməti formalaşdırmaq proseslərinə təsir edəcək qədər mandat versə, bu problem olacaq. Bu problem olacaq. Paşinyan ya növbəti seçkilərə getmək məcburiyyətində qalacaq, ya da ki, hökumət qurmaq üçün manevrlər eləyəcək və bu onun hərəkət, yəni siyasi qərar vermək sərbəstliyini məhdudlaşdıracaq. Bu olduqca çox ciddi çağırışdır. İndi görünən budur ki, Moskva 3 istiqamətdə hərəkətə başlayıb. Biri Karapetyan siyasi blok yaradıb, Robert Köçəryan siyasi blok yaradıb və Qaqik Çarukyan siyasi blok yaradıb və onlar ümid edirlər ki, bu Paşinyan əleyhinə olan elektoratı bu 3 blok ətrafında toplayacaqlar və 3 blokun hər biri seçki bariyerini aşandan sonra parlamentə düşəcəklər və orada mandatların toplanması nəticəsində elə bir say toplaya biləcəklər ki, Paşinyana təsir etsinlər. Etiraf edir ki, bu ağıllı strategiyadır. Çünki Ermənistan seçki qanunvericiliyinin incəlikləri bundan ibarət ki, siz parlamentdə 8% bariyer aşa bilməyən partiyaların topladığı səslər qalib partiyalar arasında bölünür. Və bu bölünmədə riyazi olaraq müəyyən üstünlük verə bilər. Yəni mandatların sayını artıra bilər Moskva tərəfdarlarına. Və hazırda da Robert Köçəryanın siz qeyd etmiş ki, bir ayağının Moskvada olması da bilavasitə özünün bilavasitə təlimat alması və burada çox hiyləgər bir məqsəddə Rusiyadakı ermənilər, oradakı iş adamları və diaspora aktivləri vasitəsilə Ermənistan daxili rəyinə təsir göstərməkdir. Bu çox aşkar şəkildə görünür. Lakin hələlik indidən bədbin proqnoz vermək istəməzdim. Yəni tez bədbin proqnozu vermək. Qeyd etdiyimiz kimi Paşinyan qələbəsi indiki göstəricilərlə problematik görünmür. Çünki bu qələbənin miqyası olduqca vacibdir.
sülh gündəliyinin əhəmiyyəti baxımından yaxşı olar ki, Paşinyan indiki kimi hökumət formalaşdırmaq səviyyəsində mandat toplayardı. Hələlik baza ssenari budur ki, Paşinyan bu göstəriciləri təkrarlaya biləcək. Paşinyan özü də çox aktiv seçki kampaniyası aparır. İkincisi, Avropa İttifaqı da çox ciddi siyasi dəstək verir. Ayın təsəvvürün seçkiyə bir ay qalmış, 2 böyük tədbir keçiriləcək. Bəli. Biri Avropa Siyasi Birliyinin Ermənistandakı toplantısıdır. Ora Türkiyə prezidenti Cənab Erdoğan da dəvət olunub. İkincisi isə tarixdə ilk dəfə olaraq Ermənistan Avropa İttifaqı forumu həyata keçiriləcək. İkisi də məqsədli şəkildə bu zamanlama seçilib ki, məhz Ermənistana seçkilərində təsir etmək mümkün olsun. Bunlar da öz rolunu oynayır və erməni cəmiyyət də bunları görür. Amma biz Rusiyanın da çox aktiv işlədiyini görürük. Rusiya kilsəni də qoşsaq bu koalisiya, Rusiya müəyyən bir koalisiya formalaşdırıb və o mesajları verir ki, əgər Rusiya ilə münasibətlər tam korlansa və Rusiya milli qüvvələr seçkidə uduşsalar, Rusiya sanksiyalar tətbiq edəcək. İqtisadi baxımdan sanksiya tətbiq edəcək, yanacaq energetika baxımından sanksiyalar tətbiq edəcək. Lakin irəli gedib deyim ki, Ermənistan cəmiyyəti bundan qorxmur. Başa düşürlər ki, Rusiya tərəfindən bunu eləmək o qədər asan deyil. Və Rusiya yalnız Ermənistan siyasətçilərini düşünmürəm, Ermənistan cəmiyyətini düşünür. Başa düşür ki, əgər bu addımlar atılsa, ümumiyyətlə Ermənistan cəmiyyətindəki mövqelərini tamamilə itirəcək. Müəyyən qədər mövqelər var və əgər bu sərt addımlar atılsa, Ermənistan cəmiyyətinin mövqələrini tamam itirə bilər. Və biz Rusiyanın digər addımlarını da görürük. Biz görürük ki, çox qəribə bir vəziyyət yarandı. Deməli, Rusiyadakı erməni diasporu, ABŞ-dakı erməni diasporu və Avropadakı erməni diasporu birləşib Azərbaycan əleyhinə və Paşinyan əleyhinə iş aparırlar. Əslində, hər üç qütb bir-biri ilə çox ciddi geosiyasi rəqabətdədir. Hətta Rusiya-Ukrayna müharibəsində Rusiya bir cinahdadır, Avropa İttifaqı və ABŞ digər cinahdadır. Yəni, onlar faktiki olaraq müharibə tərəfləridir. Lakin Azərbaycana münasibətdə və indi də Paşinyana münasibətdə onlar birləşiblər. Və Ermənistan müxalifətində çox böyük maliyyə imkanları var. Bu, həm qeyd etdiyimiz seçki bloklarının başında duran iş adamları ilə bağlıdır. Bu köçərənin özü də Ermənistanın əslində aşkarlanmayan zəngin iş adamlarından biridir. Və eyni zamanda bunların üstünə də gələnlərlə diasporanın verdiyi dəstək. Yəni Paşinyan böyük bir belə deyək, 3 başlı, hətta 4 başlı kilsəni də əlavə eləyir. 4 başlı əjdahaya qarşı mübarizə aparır və qeyd etmək lazım ki, Paşinyan uğurlu kampaniya aparır. Və onun kampaniyasının kökündə də ilk növbədə sülh təşəbbüsləri durub və o özü də bəyan edir ki, Ermənistanın tarixi taleyini dəyişməyə çalışır. Bu olduqca vacibdir. Bizim üçün də olduqca mühümdür ki, Ermənistan cəmiyyəti bu mesajları eşidəcək yox. Bir daha qeyd edirəm. Söhbət Paşinyanın qalib gəlib gəlməməyindən getmir. Bizim üçün olduqca mühüm məsələdir ki, Ermənistan cəmiyyəti bu çağırışları eşidəcəkmi? Ermənistan cəmiyyəti tarixi məsuliyyətini dərk edəcəkmi? Ermənistan cəmiyyəti ya Azərbaycanla hərbi münaqişə tarixini bir dəfəlik bağlayan şüarlara səs verəcək və yaxud da ki, müharibə yolunu açacaq şüarlara səs verəcək. Amma diqqət eləsək, Zaur bəy, məsəl üçün əvvəllər daha çox Paşinyana qarşı idilər. Torpaqlarımızı sənin sayəndə içirdik deyirdilər. Övladlarımız sənə görə. Satqın deyirdilər, Türk Paşinyan deyirdilər. Bəli, amma indi görürsünüz həmin ritorika yoxdur. Ya da ki, belə deyək ki, o başlar əzilib deyə yoxdur. Yoxsa ki, Paşinyanın mütəmadi o şeylərə baxmayaraq ki, onu düşmən də çıxardılar Paşinyan, amma ona baxmayaraq Paşinyan ilə bu təbliğatını aparmaqda bugün də davam edir. Tamamilə doğru. Birinci doğru deyirsiniz ki, o başlar əzilib. Lakin bu başların əzilməsində də ictimai rəy rol oynayır. Paşinyanın kilsəyə təzyiqinin mərhələ-mərhələ atdığını gördük. Baqrat Qalasyan ilk növbədə həbs olundu, evində axtarış aparıldı. Evindən silah-sursat və dövlət çevriliş eləmək üçün nələr çıxdı, bəli. Digər vasitələr çıxdı. Ermənistan cəmiyyəti bunu çox sakit qarşıladı. Ardınca artıq erməni Katolikosu 2-ci Qarecinin ən yaxın adamları və maliyyə üzrə ən yaxın adamı tutuldu. Ermənistan cəmiyyəti sakit qarşıladı. Sonra artıq Qarecinin özünə, qohumlarına qarşı cinayət təqibi başladı. Ermənistan cəmiyyəti sakit qarşıladı və artıq hətta Qareci kilsənin içindən müxalifət yarandı və Qarecinə qarşı açıq müxalif çıxdılar və erməni cəmiyyəti çox sakit qarşıladı. Bu onu göstərdi ki, biz dəfələrlə deyirdik. Azərbaycanın torpaqlarının işğalı, Qarabağ münaqişəsinin, qanlı Qarabağ münaqişəsinin benefisiarı erməni kilsəsi idi. Onların qazandıqları pul məhz bu qan qadadan doğub. Onlar Azərbaycanla müharibə yardım altında topladığı iyanələrin böyük bir hissəsini mənimsəyiblər. Korrupsiya yol veriblər və Ermənistan cəmiyyəti bunu bilirdi. Paşinyan da bunu bilirdi, bu faktları da açıqladı və Ermənistan cəmiyyəti dəstəkləmədi.
bu olduqca böyük bir pozitiv oldu. Mən sizə inandırım ki, həm Paşinyanın belə cəsarətlə sülhdən danışması, həm də Azərbaycanın Ermənistana münasibətdə iqtisadi baxımdan daha irəli də addımlar atması da məsələ bundan qaynaqlanır. Yəni biz Ermənistan cəmiyyətinin reaksiyasını görəndən sonra daha ciddi və daha qətiyyətli addımlar atmağa başladıq. Söhbət Ermənistanla iqtisadi münasibətlərin bərpasından gedir. Bu erməni cəmiyyəti ilk dəfə siqnal verdi ki, bəli, onlar sülh gündəliyini dəstəkləməyə razıdırlar. Niyə razıdırlar? Çünki həm Paşinyan apardığı təbliğat, həm də burada Azərbaycanın da apardığı izahat işi deyək, siyasət deyək, göstərdi ki, onlar növbəti dəfə Azərbaycanla müharibəyə başlasalar, bu dəfə dövlətçilərini itirə bilərlər. İndiki 2-ci Qarabağ müharibəsində Ermənistan tərəfindən tam dəqiq rəqəm verilməz, amma 7 mindən çox insan öldüyü qeyd olunur. Bunların çoxu da gənc insanlardır. Bu Ermənistan üçün böyük rəqəmdir. Ermənistan indiki demoqrafik vəziyyəti üçün də burada oğlan da fəlakət siqnalı verəcək bir rəqəmdir. Və ikincisi onlar başa düşdülər ki, hər dəfə tarixin müəyyən mərhələsində xarici qüvvələrin təsiri ilə, təşviqi ilə onlar Azərbaycana qarşı, Türkiyəyə qarşı hərbi əməliyyatlar aparırlar, lakin sonunda yenə özlərinin başı əzilir, özləri yenə uduzurlar və doğrudan da yenidən başqa bir ölkənin asılı bir ölkəsinə çevrilirlər. Onlar erməni cəmiyyəti nəhayət ki, bunu başa düşməyə doğru gedir. Tam başa düşdü demək biraz çətindir, seçkidən sonra daha rahat olacaq bunu demək. Bunu başa düşdülər. Bir də burada gənclik faktoru nəzərə alınır. Gənclik başqa xarici ölkələrin maraqları altında gedib ölmək istəmir. Və Ermənistan cəmiyyətində də bəzən suallar verirlər ki, doğrudan bu müharibə Ermənistan, bu müharibələr Ermənistan müharibələrdir. Bu müharibələri planlaşdıran da, həyata keçirən də, bunun pulunu verən də xarici ölkələrdə ölən erməni övladlarıdır. Ölən erməni övladlarıdır və hamıya belə deyək, bəllidir ki, Ermənistan elə bir coğrafiyada yerləşir ki, ola bilsin ki, müəyyən tarixi zamanda müəyyən üstünlük qazana bilər. Lakin siz coğrafiya baxın, Dağıstandan başlayın, gəlin Xəzərdən keçin, Xəzərin sağ-sol sahilinə baxın və gedin hətta Çinin Uyğur Sincan Muxtar Respublikasına. Böyük bir türk müsəlman qurşağının içərisində 2 milyon yarımlıq Ermənistan hansı tarixi misyan yerinə yetirə bilər? Bilər ki, bəli. Onun ən doğru yolu, yəni rasional yolu, ən doğru yolu Azərbaycan, Ermənistan, Türkiyə ilə əməkdaşlıq etməkdir və ən vacibdə Türkiyə ilə əməkdaşlıq etməkdir. Türkiyədə biz bəzən deyəndə tamaşaçılarımızın o qədər də xoşuna gəlmir. Türkiyədə ermənilərin çox ciddi mövqeyi var. Çox ciddi iş adamları var. Və türklər hər zaman Ermənistanla iqtisadi əməkdaşlıq etməyə maraq göstəriblər. Və Ermənistanda da hər zaman Türkiyəyə biraz belə uyğun ifadə tapmağa çalışıram. Belə biraz heyranlıqla baxdılar. Düzdür, düşmənçilik də var. Türk dövlətinə qarşı üsyanlar da var. Bu yaxınlarda yenə də bayraqlar yandırıldı. Amma bununla da belə yandırıldı. Amma bununla da belə onlar həm də gizlin bir simpatiya da var da deyə bilərik. Daha yaxşı ifadə elədi, sağ olun Sayın. Bəli, bir rəğbət var. Bunu Ermənistanda olan türklər də bizlə söhbətlərində deyiblər. Musiqidən tutun seriallara qədər hamısında baxırlar və çox populyardır. Əslində normalda belə olmalı deyildi, yəni əgər biz dediyimiz o nifrətin varsa necə, bu nədir? Bu deməli Ermənistan cəmiyyətinin müəyyən qrupunun mövqeyidir. Yəni o bayrağın yandırılması, bu daşnaqların mövqeyidir, bu radikalların və ifrat millətçilərin mövqeyidir. Paşinyan da bu əhvalları bilir və bu tarixi imkandan yararlanmağa çalışır. Ona görə də qeyd etdiyimiz kimi Ermənistanın yalnız Azərbaycan və Türkiyə ilə əməkdaşlıq edərək güclənəcək və ən vacibi nədir? Ermənistan öz tarixi üçün, Ermənistan öz tarixi taleyi üçün Rusiya ilə münasibətləri tarazlaşdırmaq, Rusiyanın tam asılılığına düşməmək üçün yeganə yolu Türkiyə və Azərbaycanla münasibətləri qurub o münasibətləri tarazlaşdırmaqdır. Əgər o bunu etməsə yenidən Rusiyanın asılılığına düşəcək. Paşinyandan Paşinyansız fərqi yoxdur. Yəni iqtisadi qanuqları heç kim elə üstündən xətt çəkə bilməyib. Bəs buna görə də Paşinyan ilk növbədə Azərbaycanla bərabər Türkiyə ilə də bu münasibətlərin bərpası üçün çox can atır. Həddindən çox can atır, siz görürsünüz buna bağlı məsələdə. Və mən də hesab edirəm ki, Azərbaycan və Türkiyədə iyunun 7-sinə qədər hələ bir sıra jestlər eləyə bilərlər. Bu son jestlər deyil. Bir sıra jestlər eləyə bilərlər. İrəli gedib açıqlama vermək biraz tələskənli olar. Lakin mən düşünürəm ki, elə iyunun 7-sinə qədər bu sülh gündəliyində daha belə rezonanslı, daha hadisələr baş verə bilər, atılar atıla bilər. Bəli. Biz bu sülhün faydasını
Ermənistan cəmiyyətində nümayiş etdirməliyik. Bir əlavə də eləyim vacib. Ermənistanla sülh danışıqlarının başlamasında, yeni səhifə açılması Azərbaycan cəmiyyətində müəyyən bir konsensus var. Müəyyən yox, yəni konsensus. Azərbaycan cəmiyyəti baxmayaraq ki, bizim millət doğrudan da böyük millətdir, doğrudan da uca millətdir. Baxmayaraq ki, bu qədər işğal altında qaldı torpaqlarımız, bu qədər faciələrlə üzləşdik. Lakin biz başa düşürük ki, sülh şəraitini yaşamaq üçün biz gələcəyə baxmalıyıq daha çox. Təbii ki. Keçmişi unutmamaqla gələcəyə başlamalıyıq və Azərbaycan cəmiyyətinin Ermənistanla aparılan sülh danışıqları doğrusu bir mənalı mövqe var. Cəmiyyət bu cəhətdən hökumətin apardığı siyasəti bir mənalı şəkildə dəstəkləyir. Burada hətta mən sizə deyim, müxalifət iqtidar arasında da bir fikir ayrılığı yoxdur. Biz bunu çox açıq eləyirik. Və Ermənistan cəmiyyətinə isə biz artıq sülhün faydalarını göstərməliyik. Ermənistan cəmiyyətinə doğrudan da dəfələrlə izah etmək lazım gələcək ki, sülh müharibədən faydalıdır. Siz 300 illik çağdaş tarixiniz göstərir ki, siz müharibə ilə heç nə əldə edə bilməyəcəksiniz. Sizin 10 illərlə əldə elədiyiniz, özünüz üçün üstünlük hesab elədiyiniz nəticələr cəmi 44 gün içində məhv oldu, getdi. Yəni növbəti dəfə əgər belə bir tarixə səhv yol versələr, onda onların itkiləri daha böyük olacaq və bunu izah eləməliyik. Və mən düşünürəm ki, bu istiqamətdə də proseslər gedir və hesab edirəm ki, Ermənistan cəmiyyəti də bundan doğru nəticə çıxaracaq. Davam edəcəyik biz. Digər belə deyək də bu qonşumuz İran tərəfə də bir baxacağıq. Dəyərli izləyicilərimiz, bu arada sizin hər birinizdən xahiş edirəm, yayımızı bir dəfə bəyənin. Nə qədər çox bəyənmə olarsa bir o qədər daha geniş auditoriya bizi izləyə bilər. Bir bəyənməniz bizi daha 7 izləyici qarşısına çıxara bilir. Ona görə də bəyənmənizi əsirgəməyin. Kanalımıza abunə olmamısınızsa abunə olmağı da unutmayın. Qayıdacağıq. Və davam edirik. Bugün belə bir xəbər yayıldı Zaur bəy ki, molla rejimi, dini rejim özünü buraxır da belə deyək. Ümumiyyətlə necə düşünürsünüz bu Birləşmiş Ştatlar, İran, İsrail, bir tərəfdən Çin, belə deyək də bu gərgin olan vəziyyət sonunda həqiqətən də molla rejiminin devrilməsi ilə nəticələnəcəkmi yoxsa yox? Bəzi politoloqlar deyir ki, neynədir ki Amerika İranda? Deyirsən ki, bu qədər, yəni o nüfuzlu insanlarını öldürdü. Deyir, nə olsun ki, molla rejimi devrilmədi ki. Məsələn, belə bir yanaşma da var ki, Amerika əslində istədiyindən nail olmadı İranda. Digər bir tərəfdən də ki, keçmiş ali dini lider Xamenei başda olmaqla hətta onun yeni seçilən oğlunun da öldürüldüyü bildirilir. Ümumiyyətlə, vəziyyət nədir? Belə deyək də, yenə də regionda nə baş verir bu istiqamətdə? İlk növbədə qeyd eləyək ki, ABŞ-la müharibəsinin nəticələrini indi tam mənasıyla qiymətləndirmək tezdir, lakin aşağıdakı nəticələri hamı bölüşür. Birincisi, İran hərbi cəhətdən potensialı tamamilə sıfırlandı. Yəni ABŞ-ın hərbi nöqteyi nəzərdən qarşıya qoyduğu məqsədlərə çatdı. İran donanması məhv oldu, sonra Xəzərdə məhv oldu, Körfəzdə məhv oldu. İranın yerüstü hərbi infrastrukturu demək olar ki, tamamilə sıradan çıxarılıb. İranın radar sistemi, hava hücumuna müdafiə sistemləri tamamilə sıradan çıxarılıb və eyni zamanda raket, dron istehsalı elə müəssisələri də əhəmiyyətli dərəcədə ziyan çəkib və İranın bu hərbi potensialını bərpa etməsi üçün 10 illiklər və milyardlarla pul lazım olacaq. Bu qənaətlə mübahisə edən yoxdur. Bu qənaətlə mübahisə edən artıq rasional düşüncədən uzaqdır. Bu birinci. İkinci, gəlirik siyasi nəticələrə. Siyasi nəticələr ondan ibarətdir ki, hal-hazırda Sepah İranda faktiki olaraq hakimiyyətə nəzarəti tamamilə ələ keçirir. Yəni əslində İranda biz hərbi diktatura qurulduğunu görürük. Lakin Hörmüz boğazı ətrafında ABŞ-la aparılan danışıqlar göstərdi ki, artıq İranda Sepahın belə bir mənalı hakimiyyətə malik olması da İran siyasi dairələrinin yuxarı eşelonunda ciddi fikir ayrılığı yaradı. Çünki bir tərəfdən bəyan edildi ki, Hörmüz boğazı açılıb, dərhal da bəyan edildi ki, Hörmüz boğazı bağlıdır. Bu hansı nəticələrə gətirib çıxara bilər? İran elə ölkə deyil ki, Sepah onu tamamilə hərbi diktatura şəraitində idarə eləsin. İran tarixində bu mümkün deyil. İran tarixində bu çox qısa müddətdir. Hətta Şahın dövründə belə ondan hakim mütləq dövr olduqda müxtəlif hakimiyyət mərkəzləri olub, ruhanilər olub, iş adamları olub, ordunun özü olub. Bu baxımdan Sepahın indi mütləq hakimiyyətdə olduğu dövr mən düşünürəm ki, bir keçid dövrüdür. İkincisi, niyə mən düşünürəm ki, İranda transformasiya qaçılmazdır? İranda transformasiya ona görə qaçılmazdır ki,
Sepahın qurmağa çalışdığı hərbi diktatura rejimi ilə İranı iqtisadi böhrandan çıxarmaq və 90 milyonluq ölkənin ən azı minimum tələblərini ödəmək mümkün deyil. Və İranın bu iqtisadi problemləri həll etməsi tək başına mümkün deyil. İran bu iqtisadi problemləri həll etmək və ölkəni müəyyən tənəzzüldən qurtarıb müəyyən inkişaf yoluna çevirmək üçün mütləq ətraf aləmlə əməkdaşlıq eləməlidir. Bu istər Çin olsun, istər region ölkələr olsun, istər də Avropa ölkələri olsun. Və bu əməkdaşlıqda ABŞ-la anlaşmadan mümkün deyil. Və ikincisi, bu iqtisadi qalxınma, inkişaf maliyyə olmadan mümkün deyil. Maliyyə isə artıq ABŞ tərəfindən dondurulub və ABŞ tərəfindən imkan yaradılması İran öz neftini də sata bilməyəcək, hətta Çinə də sata bilməyəcək. Və belə olan halda İran müəyyən qədər bu prosesi uzatdıqdan sonra müəyyən sövdələşməyə getməyə məcbur qalacaq. Və ABŞ-ın indi artıq tətbiq etdiyi dəniz blokadası öz ilk ciddi nəticələrini verir və İranın sövdələşməyə getməkdən başqa daha çox optimal yolu olmamalıdır. Prinsipcə qeyd etdiyimiz kimi yenidən müvəqqəti də olsa zərbələr davam edə bilər, İran da zərbə endirə bilər, İranda da zərbə endirə bilər, lakin bu ümumilikdə strateji mənzərəni dəyişməyəcək. Və bütün dediklərimizi yekunlaşdıraraq onu qeyd edə bilərik ki, hərbi əməliyyatlar başa çatacaq, bu və ya digər formada ABŞ-la sövdələşmə baş verəcək və bu zaman İranda 90 milyon əhali və hakimiyyətdə olan qüvvələr üz-üzə qalacaqlar. Və götürün 2025-ci ilin mart ayını elektrik enerjisi olmadığından su təchizatında problemlər yarandı və əhalinin kütləvi etirazları baş verdi. Yəni İran texnoloji baxımından görün nə qədər geri qalıbsa, yəni bu qədər yanacaqla zəngin olan ölkə lazımı qədər elektrik enerjisi istehsal edə bilər. Bu müharibədən də bütün bu infrastruktur sıradan çıxıb. Yəni ola bilsin bombalar töküləndə bu sosial məsələlər ön plana çıxmır, lakin atəşkəs uzun müddətli olduqda və razılaşma olunsa bəli, bu məsələlər ortalığa çıxacaq və belə olan halda mən bir daha qeyd edirəm ki, bu dəfələrlə tezisi təkrarlamışıq ki, müəyyən keçid mərhələsindən sonra İrandakı dəyişikliklər qaçılmaz. İran bütün dünyanın özü qarşısını ala bilməz və mən hesab edirəm ki, İrandakı digər siyasi qüvvələr, hansı ki zamanında İranda yaşıl inqilab hərəkatı başlatmışdılar, Qərblə nüvə sazişi imzalamışdılar. Onlar təşəbbüsü ələ alacaqlar və Sepahla güzəştə getməyə məcbur olacaq. Yəni bu baxımdan ola bilsin ki, Amerika Birləşmiş Ştatları tarixin indiki mərhələsində İran hakimiyyətini dəyişmək vəzifəsini yerinə yetirə bilmədilər və doğrudan da Sepah iqtidarda qaldı. Lakin orta perspektivdə biz danışırıq 5-6 il ərzində bu Sepahın indiki kimi tək başına İranı bütün dünyaya qarşı qoyaraq hakimiyyətdə qalması mümkün olmayacaq. Bu bəli, mümkün olmayacaq. Biz bunları qeyd edə bilərik və bu hələ belə deyək, ilkin nəticələrdir. Mənim fikrimcə ümumiyyətlə orta perspektivdə 5 və ondan sonra daha irəli tarixlərdə İranda daha dərin islahatlar baş verəcək və İran indiki formada yəni aqressiv xarici siyasət yürüdərək, dini ideoloji ekspansiya can ataraq öz qonşularına proksi qüvvələrlə təsir göstərməyə çalışan bir dövlət formatında qala bilməyəcək. Bu Sepahın mütəmadi olaraq Azərbaycana qarşı belə bir qarayaxma kampaniyası aparması bu yaxınlarda yenə də bir təhdid etdi. Niyə Azərbaycan hədəfə alınır hər dəfə bu Sepah tərəfindən və yaxud da ki İranın bu Molla rejimi tərəfindən və yaxud da ki Səhər kanalı tərəfindən? İndi aydındır da onlar harda idarə olunur. Növbəti dəfə yenə də Azərbaycana hədəf götürdülər. Onlar bizi hədəf seçdikcə biz onlara humanitar yardım əslində deyim ki, Azərbaycan prezidentinin siyasəti, bilmirəm buna bir tərs şillə effekti demək olarmı, yoxsa necəsə. Niyə Azərbaycan mütəmadi olaraq bəs hədəf alınır? Bu qədər heç kimin etmədiklərini biz eləyirik hal-hazırda İran üçün. Yardıma ehtiyacı var. Neçənci dəfədir göndəririk. Azərbaycan prezidenti deyib nə qədər ehtiyac olacaqsa göndərəcəyik. Məsud Pezeşkan buna görə prezidentə təşəkkürünü bildirdi, xalqa təşəkkür elədi. Ali dini liderin ölümü ilə, vəfatı ilə bağlı Azərbaycan prezidentinin getməsi səfirliyə. Amma bütün bunların fonunda yenə də Azərbaycan hədəfdədir. Sanki onlarla müharibə aparan tərəf bizik. Niyə belə bir şeyə ya Sepah özünü inandırır, ya da nədir bunun kökündə olan? Sepah da Fars millətçiliyidir. Fars millətçiliyi indi niyə İranda hakimiyyətdə qala bilir? Şiə dini ideologiyasına görə əslində onun belə deyək, klassik, real şiəçiliyə heç bir aidiyyəti yoxdur. Bu Fars millətçiliyi ilə dizayn edilmiş bir dini ideologiyadır.
həmin din ideologiyaya əsaslanaraq və güya qərb imperialistləri ilə mübarizə apararaq o ideologiyanı irəli sürərək hakimiyyətdə qala bilər. Və həmin ideologiyada, həmin o teokratik rejimin də ən bariz alternativ modeli müstəqil, dünyəvi Azərbaycan Respublikasıdır. Və bütün dinlərin din şəraitində mövcud olduğu, multikulturalist ənənələrlə artıq bütün dünyada fərqlənən Azərbaycan Respublikası. Yəni bir model var. İkincisi, orada soydaşlarımız faktorudur. Soydaşlarımız ciddi qoşulmadığı və yaxud dəstək verən heç bir siyasi təşəbbüs İranda uğur qazana bilmir. Bunu məcbur oldular Pezeşkiyan seçkilərini etiraf etməyə məcbur qaldılar. Ona görə məhz Pezeşkiyanı seçkiyə buraxdılar ki, Pezeşkiyandan əvvəlki İbrahim rəisinin seçkilərində də İran tarixində ən az kvorum qeyd almış. Yəni ən az seçicilərin seçki məntəqəsinə getdiyi seçki kimi necə. Hamı başa düşür ki, Pezeşkiyan seçkilərə buraxılmasa birincisi doğrudan da kvorum çox az olacaq. Yəni seçilən şəxs faktik azlığın nümayəndəsi olacaq. İkincisi, İkinci Qarabağ müharibəsindən sonra doğrudan da bizim Cənubi Azərbaycanda belə deyək, milli mücadilə daha da güclənmişdi. Bu dalğa artmaqda davam edirdi. İki məsələni həll etməyə çalışdılar Pezeşkiyanın seçilməni. Birincisi doğrudan da seçkilərin daha çox legitimliyini təmin etmək üçün. İkincisi isə cənubdakı o prosesləri müəyyən qədər sakitləşdirmək üçün. Və qismən də buna nail oldular. Yəni Pezeşkiyan seçildi və bilirsiniz əsasən də ən böyük səs verdi. Cənubi Azərbaycan 50-liklə getdi, seçkilərdə iştirak elədi və kvorum müəyyən səviyyədə qaldı. Eyni zamanda Pezeşkiyan seçildi və Azərbaycan dilinin dövlət dili kimi tanınması ilə bağlı, Azərbaycan dilində təhsilin hüququnun bərpa olunması ilə bağlı açıqlamalar da verir. O istiqamətdə də müəyyən artıq belə deyək, müəyyən bir işlərə başlamağa cəhd elədi. Lakin sonradan artıq gördüyünüz kimi həmin o Sepah yenə elə Pezeşkiyanı blokladı. Pezeşkiyan hətta iqtisadi islahatlara başlamaq istədi. Pezeşkiyanı blokladılar, əl-qolunu bağladılar. Lakin Pezeşkiyan seçilməsi faktorunun özü Cənubi Azərbaycana bir özgüvən verdi. Və Cənubi Azərbaycanın siyasi ağırlığını bir daha ortaya qoydu. Bax, Sepahı da narahat eləyən budur. Fars millətçiliyini də narahat eləyən budur ki, Azərbaycanlılar orada öz siyasi hüquqlarını ələ alacaqlar. Azərbaycanlılar orada İranın siyasi idarə etməsində öz layiqli mövqelərini tutacaqlar. Əlbəttə, indi İran idarə etməsində də Cənubi Azərbaycan faktoru kifayət qədər böyükdür var. Lakin bu ali nəzarət və ali hakimiyyət faktiki olaraq Fars millətçilərinin əlindədir. Bunu Azərbaycanda mübahisələndirən şəxslər də var. Lakin siz qeyd etdiyiniz hadisələr göstərir ki, bu yeni belədir. Hətta nəinki Təbriz xarabalıqlarının qarşısında məktəbləri danışdırıb Azərbaycan əleyhinə kampaniya aparmaq nə deməkdir? Bu deməkdir ki, bəli, hətta bombalar düşəndə belə yenə də Fars millətçiləri Sepah Azərbaycanı, yəni Fars millətçilərindən deyirik, biz Fars xalqından danışmırıq. Yenə Azərbaycana qarşı mübarizələrindən əl çəkmirlər. Çünki başa düşürlər ki, onları tarix, yəni Fars millətçi, dini pərdəyə bürünmüş Fars millətçiliyini, teokratik pəhləviçiliyi tarixin arxivinə göndərəcək qüvvə Cənubi Azərbaycandır və Cənubi Azərbaycan da milli azadlıq mücadeləsində doğrudan da mərhələ-mərhələ irəliləyir və tarixin də dərslərindən çox yaxşı ibrət götürür. Siz baxın, İrandakı etirazlarda Cənubi Azərbaycan öz təmkinini qoruyub saxladı və doğrudan da çox tarixi bir qərar verdi və doğrudan da çox doğru bir addım atdı. Cənab Prezidentin çıxışlarında hər zaman qeyd olunur ki, müəyyən qərarları vermək üçün müəyyən tarixi şəraitə və şərtlərə ehtiyac var. Ehtiyac var, bəli. Və hazırda Cənubi Azərbaycan da elə bu mövqedən çıxış eləyir. İkincisi, Azərbaycanın İrana münasibətdə siyasətinin bəzi tərəfləri haqqında qeyd elədiniz. İranın ərazi bütövlüyünün qorunması və İranın həm də daxili bütövlüyünün qorunması bütün region ölkələr, o cümlədən Azərbaycan üçün olduqca vacibdir. Heç kim İranda ikinci Suriya istəmir, heç kim İranda ikinci Liviya və Livan istəmir. Azərbaycan hər zaman İranda İran öz ictimai daxili rəyi, qərarları, öz prosesləri ilə formalaşan və o cümlədən İranda yaşayan bütün xalqların haqq və hüquqlarını təmin eləyəcək
Bir dövlət bir istəyirlər, dövlət bir istəyir. ölkə Bəli. istəyirlər. Yəni bəli. kənar müdaxilələrlə formalaşdıracaq yox. Təsəvvür edin, fərqi nədir ki, Sepahın timsalında pəhləviçilik gedəcək, Rıza Şahanoğlu, Rıza Pəhləvinin timsalında pəhləvilik gələcək. Mən sizə inandırım, o gələcək perspektiv indikindən daha pis olacaq. Ona görə elə İran xalqı istəmədi. Əslində Bir görürsünüz, onun mənalı əleyhinə şəkildə istəmədilər və çünki Şahın dövründə də o çəkdiklərini çəkmişlər. İndi tamamilə təzədən bir də təzədən balaca bir də Şah balaca gəlir, şah gətirmək yenə də heç bir- eyni şey. Heç bir mənası bəli. yoxdur, bəli. Həm də nəzərə alın ki, İran dünyanın ən gənc ölkələrindən biri, yəni əhalinin gənclərin sayına görə dünyanın irəlidə gedən ölkələrindən biridir və bu gənclikdə həm də Pəhləvinin getdiyi heç uşaqlığı da istəmir, o mütiliyi də istəmir. Və eyni zamanda indi Sepahın qurduğu hərbi diktaturanı istəmir. Və bu etirazlarda da açıq görülür. İrandakı etirazlar yalnız ötən ilki yaxud bu yanvardakı etirazlarla qiymətləndirmək lazım deyil. İranda son 7 ildir bu proses başlayıb. Kökü var da, bəli. Bəli, son 7 ildir bu proses başlayıb və bu prosesin qabağı nə Amerikanın atdığı raketlər alacaq, nə də ki Sepahın o dronlarla dinc əhaliyə atəş açması alacaq. Bunlar mümkün deyil. Bu repressiyalar bu tarixi dəyişikliklərin qarşısını ala bilməz. Tarixi qanunluq var. Bu dəyişikliklər öz siyasi sonucuna gəlib çıxacaq, müəyyən siyasi nəticələr doğuracaq və bu nəticələr hesab edirəm ki, o qədər də uzaqda deyil. Bu baxımdan Azərbaycanın İrana məhz bu yardımları, humanist münasibəti bu Sepaha deyil. Bu ilk növbədə doğrudan da 40 milyon Azərbaycanın yaşadığı bir dövlətə yardımdır. Öz soydaşlarımıza yardımdır və həm də öz soydaşlarımızın təhlükəsini düşünmək üçün edilən yardımdır. Bunda nəzərə almaq lazım. Mən təşəkkür edirəm sizə. Çox sağ olun Zaur bəy. Dəvətimizi qəbul edib gəldiyinizə görə və suallarımızı cavablandırdığınıza görə. Onsuz da mərhələli şəkildə biz gündəmi izləyirik, siz gündəmi izləyirsiniz. Nə baş verəcəksə hər birini görəcəyik. Orada bizim çox sayda soydaşlarımız yaşayır. İstəyirik ki, rahat şəraitdə yaşasınlar, komfortlu şəraitdə yaşasınlar, ayrı seçkiliyi olmasın, öz dillərində təhsil alsınlar və ona görə də orada gedən proseslər bizim üçün önəmlidir. Öz haqq və hüquqları təmin olsun. İranın siyasi idarə etməsi öz layiqli yerlərini tutsundur. Ana dilində təhsil alsınlar. Bax, Suriyada Kürd dili ikinci dövlət dili elan olunur. Yəni, xalqlar mübarizə apararaq öz haqq hüquqlarını alırlar. Və düşünürəm ki, İranda da bu nəticələr o qədər uzaqda deyil. Bunu da görəcəyik. Təşəkkür edirəm bir daha Minnətdaram. sizə. Və dəyərli izləyicilərimiz, sizə də təşəkkür edirəm bizi izlədiyiniz üçün, bizə fikirlərinizi yazdığınız üçün. Növbəti buraxılışlarımızda mütləq görüşəcəyik. Sizdən ayrılıram və sonunda ən əvvəl xahişimizi eləyirəm. Yayımımızı bəyənməyi unutmayın. Kanalımıza abunə olmamısınızsa abunə olmağı da yaddan çıxarmayın. Görüşərik. Tək ki, sağlıq olsun.